Mən niyə həbs olunduğumu dəqiq bilirəm. Yəni aydındır, heç kəsə sir deyil. Hakimiyyəti tənqid elədiyimə görə, hakimiyyətə qarşı mübarizə apardığıma görə, Azərbaycanda demokratik dəyişikliklər istədiyimə görə, sözsüz ki, ən güclü motivasiya bilirdim ki, mən unudulmamışam, biz unudulmamışıq. Bilirdim ki, məni başa düşənlər var, mənim mübarizəmi davam etdirən adamlar var. Onu da düşünürdüm ki, bu da çox ciddi amildir, çox ciddi amildir. Ailəmə qayğı var, mənəvi, maddi dəstək var. Bu motivasiya verir. Fərz eləyin ki, bax, doğrudan da haqlı bildiyiniz, lazım bildiyiniz, çox vacib bildiyiniz bir hədəf ondan mübarizə aparırsınız. Sizi yenə suçlayıb, yalandan ittiham edib, atırlar həbsə, ancaq unudulursunuz. Heç kəs sizi niyə həbs olunduğunu da bilmir və bunu nə dəstəkləmir, nə müdafiə eləmir. İnsan sınar, bəlkə də ölər, amma bu da əlavə insana stimul verir, mübarizə enerjisi verir, gələcək ümid verir ki, bəli, sən tək deyilsən, səni fikirləşirlər, səni dəstəkləyirlər və sənin haqlı olduğunu hamı qəbul edir.